Kül olsun o dünyanın başına ki, onu başdan ayağa qanun idarə edəcək. Cəmiyyət rəhmətlə idarə olunmayanda güc qanununa düşür. Qanunun da gücü çatmır. Qanunun bir həddəcən gücü var. Qanun mərkəzlilik bəşəriyyətin faciəsidir. Cəmiyyətdə ən böyük nəsihət bu olsa ki, qanunlara əməl eləyək, bu faciədir. Bəli, cəmiyyətdə qanun olmalıdır. Amma qanuna bu qədər yüklənmək olmaz. Qanuna bu qədər gücün düşməyi nədəndir? İnsan xarab olub, başqa əlac tapa bilmir. Ona görə qanunla mühasirəyə alırlar. Qərbdən gəlir bu ənənə. Qanunun fəlsəfəsi qərbdə budur ki, daxildə sevgi yaradacaq mexanizm yoxdur, xaricdən qanunla kənardan əhatə edirlər. İnsan olmağa məni qanun vadar eləyir. Bu faciədir insanlıq üçün. İnsanlığın meyarı bax həmin o eşqdir, məhəbbətdir, o rəhmətdir. O kəsiləndə nə olur? Mexanizm yoxdur o məhəbbəti yaratmağa. Nəticədə nə olur? Qanunla vadar elə ki, cızığından çıxmasın. Kül olsun o dünyanın başına ki, onu başdan ayağa qanun idarə edəcək. Ona görə boğulur insanlar. Ona görə nəfəs ala bilmir insanlar. Bəşəriyyət qanunun mühasirəsində yaşayır. Amma bu qədər münasibətləri qanun yox, rəhmət tənzimləməlidir, məhəbbət tənzimləməlidir. Qanun ən aşağı həddi, qanuna bu qədər yüklənmək olmaz. Qanun da, başqa dəyərlər də rəhmətin ayağının altında qurban kəsilməlidir. Bəli, hər bir cəmiyyətə qanun lazımdır, amma qanunun funksiyası, missiyası olduqca məhduddur. Bütün cəmiyyət qanun əsasında münasibət qura bilməz. Allah bizi rəhməti ilə əhatə eləyib və bizim rəhmətə havadan, sudan çox ehtiyacımız var. Biz elə bilirik rəhmətə nə vaxt ehtiyacımız var? Elə bilirik günah eləyəndə, günah elədi, onda rəhmət yadımıza düşür, elə bilirik onda ehtiyacımız var. Bizim rəhmətə ehtiyacımız günahlarımız qədər deyil, savablarımızın da rəhmətə ehtiyacı var. Bizim rəhmətlə davranmağına ehtiyacımız var Allahın. Yoxsa savablarımız bizi cəhənnəmə aparar. Vallahi ki, savablarımız cəhənnəmə aparar. Dua eləyəndə mən belə dua eləyərdim ki, ilahi, savab dəftərimi açma qiyamətdə. Görməməzliyə vur, ayıbdır. Yəni, mənim elədiyim əməlləri açıb mənim qarşıma qoyanda savablarımdan danışıram mən. Adam xəzalət çəkər ki, bu idi mənim 50-60 il yaşadım ömrümün nəticəsi, hasili. Əleyhissalam əməlindən xəzalət çəkir.